May is Cystic Fibrosis Awareness Month. ve sizin uşaqlarınız üçün, balalarınız üçün hər şeyin ən yaxşısını etməyə çalışan fədakar bir insan var. Fədakar bir birlik var. Tək mən deyiləm, bizim birlik.
Kistosifroz Ali Məktəbi 2019-cu ildə şəxsən mənim layihəmdir, mən yaratmışam bunu. Amma KİF yaratdım, yəni bizim təşkilatımızın bir ailə məktəbidir. Kistosifroz Ali Məktəbi ölkəmizdə xəstəliyə görə yaradılmış ilk tək və yeganə xəstə məktəbidir, xəstə ailə məktəbi. Bizə qədər kimsə bunu etməyib. Edənlər var, amma onda fərqli şeylər var. Mən deməyəcəm onları. Amma Kistosifroz Ali Məktəbi sırf bizlər üçün. İndiyə qədər olan, bundan sonra gələcək, bundan sonra da olacaq bütün kistosifrozlara xidmət edəcək bu məktəb. Və zamanla, inanıram ki, zamanla daha da təkmilləşəcək bu məktəb. Daha böyüyəcək və daha təkmil bir həqiqətən bir məktəbə çevriləcək. Bəlkə irəlidə tək kistosifroz üçün deyil, digər nadir xəstəliklər üçün də bir işıq olacaq, bir mayaq olacaq onların yoluna. Kistosifroz Ali Məktəbi niyə yaratdıq? Bizim əvvəldən bizimlə olan valideynlərimiz bilirlər. Biz əvvəllər ta KİF yaranan gündən biz çalışırdıq, çaşqın idik. Çünki bilirsiniz, bu bir qeyri-hökumət təşkilatıdır və mən şəxsən görməmişəm aləmdə, kimsə bu işlə məşğul olmayıbdır. Və bir proqramı yoxdur bu təşkilatların ki, sən bu işi görməlisən, bir vəzifələndirməyib kimsə. Lakin bizim məqsədimiz var, strategiyamız vardır. Biz kistosifroz üçün bu təşkilatı yaratmışıq və onlar üçün bir